Valla siz sual versəniz hansı qurumdan belə deyək də narazı deyilsiniz, o daha rahat olardı. Çünki mən böyük əksəriyyət qurumlardan narazıyıq. Biz niyə? Çünki biz xalqın içindəyik, xalqın şikayətləri gəlir, xalqın problemləri gəlir. Biz qulaq asırıq, dinləyir və görürük realdırlar. Yəni bir çox dövlət qurumları öz işlərinin öhdəsindən gəlmirlər, təəssüf ki. Yəni bir çoxlarının, böyük əksəriyyəti. İndi məsələn, misal varsa deyin. Məsələn, asan xidməti filan çıxsa, bir-iki elə başqa hansı qurum öz öhdəsindən gəlir? Bu gün bizim mən sizə bir məsələn ən böyük problemlərdən sosial müdafiədir. Sosial Müdafiə Nazirliyi nədir? Cəmiyyətin ən az təminatlı hissəsi ilə işləməli olan qurumdur. Kasıblarla, yoxsullarla, az təminatlarla, əlillərlə, veteranlarla, şəhid ailələrlə, düzdür? Yəni bunlar ilk növbədədir də. Məsələn bizim bir tanış var idi. Adam 5 il idi mübarizə aparırdı veteranlığın əlilliyini almaq üçün. Şəkəri var idi, ürəyi xəstə idi filan idi. Axır 5 il mübarizə apardı, oraya yazdı, buraya yazdı. 3 dəfə, 4 dəfə imtina elədilər. Getdi komissiyalardan yoxlamağa keçdi, yenə imtina elədilər, yenə keçdi. Axır verdi məhkəmələrə. Bu ayın 18-i ilk pensiyasını almalı idi, 14-ü dünyasını dəyişdi. Adam öldü. Cəmi 53 yaşı var idi və adam sübut eləyə bilmirdi ki, mən xəstəyəm, öldü. Yəni indi aparıb onun cəsədini qoyursa meyidini nazirliyin qabağına çıxarış, öldü. İnanırsan indi? Baxın, indi həmin həkimlər baxacaq, deyəcək, yox, bunda qrup vermək olmaz. Yəni izah eləyə bilir, yəni necə razı ola bilərik biz bu mexanizmdən? Düzdür ya? Və yaxud da təhsil sistemini götürək. Bir illik təhsil sistemi əgər 8.000, 9.000, 6.000 təhsil haqqı olar, minimum haqqı 400 manat olan ölkədə. Ola bilərmi? Yox. Və yaxud da ki, hansı səhiyyəni götürək? Səhiyyəni gəlin görək, qiymətlər neçədir? Bu tibbi sığortaya insanların əl çatımlılığı necədir? Səhər saat 5-dən o çörək növbəsi kimi gedir, MRT-in, KT-in qabağında növbələrlə durur. Düzdür ya, yox? Yəni, hansı sahəni istəyirsinizsə gəlin, təlim, təhsil məsələsi də dedikdə, indi bu hamısı, digər iqtisadi inkişafı götürək filan. Bu o demək deyil, hər şey qaradır. Amma mənə elə gəlir ki, biz indikindən daha çox şey eləyə bilər bizim dövlət qurumları. Daha çox imkanları var, eləmirlər. Məsələn, Afrikanın hansı ölkəsidir, aclıq, çörək yoxdur. Gedirlər, məsəl üçün, yığışırlar hökumət binasının qarşısına, hökumət çıxır, yığış yoxdur da. Mən yeyirəm, sənə vermirəm. Yoxdur imkanlarımız, təbii sərvətimiz yox, filan yoxdur. Amma bizdə var axı, izah elə bildim nə demək? Bizdə imkanlar da var, şərait də var və o imkanlar şəraitə uyğun müqayisə eləyəndə görürük ki, yox. Yəni bu qane eləmir. Ona görə demək olar ki, bütün dövlət strukturlarının fəaliyyətindən narazıyıq. Ona görə də müxalifət idi. Yəni razı olsaq iqtidar olarıq.